Əvvəlcə deyim ki, Ukraynada sülh məramlılar mövzusu hələlik müzakirə mərhələsindədir və bununla bağlı konkret bir qərar yoxdur. Yalnız Avropanın iki dövləti, Fransa və Britaniya, Ukraynaya sülh sazişindən sonra və yaxud da atəşkəsdən sonra sülh məramlı qüvvələrin göndərilmə biləcəyini mümkün hesab edirlər. Ümumiyyətlə, hər bir ölkədə atəşkəsdən sonra müvafiq sülh məramlı qüvvələr yerləşdirilməsi normal haldır və o cümlədə də gözləmək mümkündür ki, mütləq şəkildə Ukraynada da bu variant reallaşacaq. Ukraynada sülh məramlı qüvvələr olacaq. Ancaq bunun zamanı ilə bağlı konkret söz söyləmək çətindir. O ki qaldı Türkiyənin burada iştirakı, buna bu həm mümkündür, həm də müəyyən qədər zəruridir. Mümkündür o mənada ki, Türkiyə özü də Ukraynadakı sülh məramlı əməliyyatlarda iştirak eləməyə həvəsli olduğunu açıq bildirib. Türkiyə Ukrayna probleminin həllində danışıqlar, müzakirələr platforması olaraq bir neçə dəfə özünü təsdiqləyib. Taxıl razılaşmalarını misal gətirmək olar. Bundan başqa münaqişənin həlli ilə bağlı hələ müharibə başlamamışdan əvvəl İstanbulda əldə olunmuş və sonradan pozulmuş razılaşma deyilən bir şey var ortada. Bu da Türkiyənin aktivinə yazılıb. Həm Rusiyanın, həm də Ukraynanın Türkiyə ilə normal münasibətləri var. Belə şəraitdə Türkiyənin özünün də iştirakı bir ciddi arqument kimi nəzərə alınsa, tərəflər üçün də Türkiyənin o sülh məramlı qüvvələrdə iştirakı məqbul sayıla bilər. Məsələn, elə ölkələr var ki, onların Ukraynada sülh məramlı qüvvələrin tərkibinə qatılması, yəqin ki, bir halda Rusiyanın aqressiyasına səbəb ola bilər, başqa halda Avropa ölkələrinin aqressiyasına səbəb ola bilər. Amma məncə Türkiyə yeganə bir ölkədir ki, onun sülh məramlı qüvvələrdə təmsilçiliyinə nə Rusiya aqressiya göstərər, nə də ki, Avropa ölkələri. Hamı bunu məqbul qarşılaya bilər. Və bu da işin faydasını ola bilər. Türkiyənin bu məsələdə iştirakı. Çünki Türkiyə əvvəldən axıra qədər bu münaqişənin həllində maraqlı olub. Bu münaqişədən istifadə eləmək kimi bir üstün marağı olmayıb. Sadəcə qonşuluqda sülh olsun deyə bir prinsip ilə hərəkət edib. Buna görə də Türkiyənin Ukraynada sülh məramlı qüvvələrdə təmsilçiliyi ancaq sülh prosesinin xeyrinə ola bilər. Bununla belə hələlik Ukraynada sülh məramlı qüvvələrin iştirakına qədər bir vəziyyət çox təəssüf ki, yaranmayıb.